İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsai, ölkənin keçmiş prezidenti Həsən Ruhaninin öz oğlunun ölümündə şübhəli şəxs olduğunu iddia edib. Deputat sabiq dövlət başçısının oğlunun ölümü ilə bağlı detalların aydın olmadığını deyib. Oğlunu öldürməkdə şübhəli bilinən şəxs 17 ildir Britaniyaya gizli səfərlər edir. Onun elmi işi və plagiatdır. Habelə, onun ikili vətəndaşlığa sahib olmasından şübhələnirlər, deyə Rəsani açıqlayıb. O, sözlərinin heç birinin böhtan olmadığını vurğulayıb. Hər şeydən əvvəl Həsən Ruhani öz silahı ilə övladını qətlə yetirib. Onun evi hərbi baza kimi qorunurdu və heç kim kənardan gəlib onun oğlunu öldürə bilməzdi. Bu cinayət şəxsi silahla törədilib və Ruhaninin özü də bununla bağlı polisə şikayət etməyib.